Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Baril halaik ecmaîn. Baisil enbiya'i vel murselin ve salatu ve selam ala seyyidina ve nebiyyina ve tabibi kulubina ve şefii zunubina Ebul Qasim Muhammed. وعلى آله الأطيبين الأمجدين المطهرين واللعنة الدائمة على أعدائهم وغاصب حقوقهم وقاتل نفوسهم ومنكر فضائلهم أجمعين. أما بعد أوصيكم عباد الله ونفسي بتقوى الله. Allah bəndələri belə bir gündə, belə bir mübarək gündə, günlərin seyyidi cümə günü, vaxtların, zamanların ənalisi zöhrün çağında Allah evi adlanan bu müqəddəs ocaqda özümü və sizi ilahi təqvanın rəayətinə dəvət edirəm. Və mütəal Allahdan istəyirəm, özünə solunan yolun yolçusu olmaqlıqda cümləmizə yardımcı olsun. Hamız bildiyiniz kimi Rəcəb ayının sonlarında Şəban ayının astanasındayıq. Rəcəb ayının sonları və Şəban ayının əvvəlləri əlamətdar hadisələrlə doludur. Və bu hadisələr hər biri öz növbəsində insanlara örnək olacaq hadisələr, doğumlar, mübarək viladətlər, o viladətlər ki, insanlar o viladətlərin əhlinə, sahibinə oxşamaqla özünə çoxlarından fərqli həyat tərzi seçib, elə sonda da çoxlarından fərqli bir məkana, behişt-i məvaya daxil olmaq şansı qazana bilər. Rəcəbin əvaxirində baş verən hadisələrdən, önəm daşıyan hadisələrdən biri İmam Musa Kazımın şəhadəti idi. Bir neçə gün bundan əvvəl arxada qaldı. İmam Musa Kazım əleyhissalamın şəhadəti də, həyat tərzi də, tutduğu yolda, insan həyatında təsir buraxacaq cəhətləri olduğuna görə lazım gördüm ağanın barəsində bir neçə dəqiqə huzurunuzda danışmış olam. Hamınız bilirsiniz, İmam Musa Kazım vilayət imamlarının 7-cisi və 6-cı imamımız məzhəbimizin rəhbəri İmam-ı Sadiqin oğludur. Anası o dövrün ən pakizə, ən təqvalı və ən alimə xanımı kimi tanınan Həmidə xanımdır. Mənsur tərəfindən İmam-ı Sadiq ağa şəhid olunduqdan sonra imamət mənsəbinə ağa çatıb. İmamət müddəti 35 il olub. 55 yaşında şəhid olub. Yəni 20 yaşındaykən imamət mənsəbinə çatıb. Amma imamətinin əvvəlindən sonuna qədər çox təzyiq altında bir böhranlı həyat tərzi keçirdib. Həyat tərzinin sonu da və ölümünün necəliyi də sanki o böhranlı həyata məna bağışlayır. Hamınız bilirsiniz, İmam Musa Kazım zindanda şəhid olub, zəhərləndirilib, şəhadətə çatıb, böyük ruhun, böyük Rəbbinə təslim eləyən bir insandır. Amma imamətinin elə ön günlərindən, başlanğıc günlərindən çətinliklə üzbəüz idi. O gün ki, İmam-ı Sadiqi Mənsur-ı Dəvanəqi şəhid elədi, bilirdi İmam-ı Sadiqin bu xalqın üstündə öndər təyin eləcəyi bir dənə vəsi olmalıdır. Mədinənin hakiminə belə bir məktub yazdı. Yazdı, axtarış eləyin, İmam-ı Sadiq ağanın təyin elədiyi öndəri tapın və dərhal qətrə yetirin. Bundan artıq da bu sistemin davamına icazə vermərəm. Onda ki, əmr gəldi Mədinənin hakimi Məhəmməd ibn Süleymana, əmr olundu İmam-ı Sadiq ağanın vəsiyyətnaməsi əldə edilsin.
Amma onda ki, bunlar İmam-ı Sadiqin xəlifə təyin elədiyi, özünə varis təyin elədiyi adamı tapıb öldürmək məqsədi ilə ağanın vəsiyyətnaməsin hakimiyyət əldə elədi, hamı şoka düşdü. Səbəbi bu idi, İmam-ı Sadiq ağa 5 nəfəri vəsi təyin eləmişdi. Elan eləmişdi ki, o yazısında bu 5 nəfəri vəsi təyin eləyərək dünyadan gedirəm. O 5 nəfər bunlardan ibarət idi. 1. Mənsur Dəvanəqi. 2. Muhammed ibn Süleyman, Mədinənin hakimi. 3. Əbdullah ibn Cəfər, İmam-ı Sadiqin böyük oğlu. 4. Musa ibn Cəfər. 5. Həmidə, İmam-ı Sadiqin xanımı. Onda ki, bu vəsiyyətnamə əldə olundu, hamı şoka düşdü. Muhammed ibn Süleyman yazdı, demisən onun xəlifəsin təyin elədiyi öndəri öldürək, kimi öldürək? Səni mi öldürək? Məni mi öldürək? Həmidə xanımı öldürək? Ya bu 2 oğlun, bunların hamısı ağa vəsi olaraq təyin edib, hansını öldürək? Mənsur oxuyandan sonra sözündən vaz keçdi. Yazdı, bunlar öldürüləsi adamlardır. İmam-ı Sadiq ağa kimin amma öndər olacağın öz ətrafına xüsusi surətdə bəlli eləmişdi. O da İmam Musa Kazım idi. Adı Musa. Ləqəbi Kazimdir. Kazim sözünün mənası səbirli, təmkinli, zahilanə addımların, davranışların önündə xüsusi əxlaqla qəzəbin utacaq insana deyərlər Kazim. Ona deyərdilər Kazim. Heytəmi yazıb İmam-ı Sadiq ki, İslam elmlərinin ən parlaq ulduzu idi. Hamı düşünürdü qarşı düşərgədən ki, İmam-ı Sadiq ağa dünyadan gedəndən sonra bu məktəb bitdi. Tüm Mənsur çox İmam-ı Sadiqə təzyiqlər yaratmışdı. Heytəmi deyir, İmam-ı Sadiqdən sonra bir nəfər çıxdı ortalığa. İmam-ı Sadiqin oğlu İmam Musa Kazım. Deyərdim, nə fəzlində İmam-ı Sadiqdən bir addım geridir, nə elmində. Hamıdan elmi, təqvası, fəziləti, Allah qorxusu artıq olan bir insan öndərliyə nəsib oldu. Amma məsələ, bunlar İmam-ı Sadiqdən, bilirsiniz, bunlar Bəni Abbas tayfasından idilər. Bunlar İmam-ı Sadiqdən. Ondan bu yana bu imamlardan istədikləri nə idi? Nədən ibarət idi? Baxın, ağa İmam Musa Kazım öz imamət dövründə 4 dənə Abbasi xəlifəsi ilə üzbəyiz olub. Onlardan biri Mənsur Dəvanəqi idi ki, İmam-ı Sadiqin də qətlini onun sifarişi ilə elədilər. Ondan sonra onun oğlu Məhdi Abbas idi. Məhdi Abbasından sonra Məhdi Abbasının oğlu Hadi Abbas idi. Hadi də cəhənnəmə vasil olandan sonra Harun Ər-Rəşid gəlmişdi xilafətə. Bunların hər bir 4'ünün İmam Musa Kazımə qarşı xüsusi düşmənçilikləri var idi. Və bunların hər birinin dövründə ağa zindan həyatı yaşayıb. Üst-üstə 10 ilə yaxın İmam-ı Kazım zindan həyatı yaşayıb. Fəqət Harun Ər-Rəşidin dövründəki elə onun zamanında da ağa şəhid oldu. 4 il Harun Ər-Rəşid zamanında İmam zindan həyatı yaşayıb. Və maraqlı budur. Bunların hər biri İmam Musa Kazımı əgər zindana salırdılar, məqsədləri bu idi ki, zindanda ağanı öldürərlər. Amma o zamanın ki, zindan rəislərinə əmr verilirdi ki, ağa zəhərləndirilsin, çoxları bu əmri qəbul eləmirdilər icra etməyi. Bir gün oldu, bu ağanı həbs zamanında Bəsrə zindanından göndərdilər Fəzl ibn Rəbiyin zindanına. Zindan gəzdirirdilər. Bəsrədə əmr elədilər, öldürürüz. Bəsrə zindanbanı bunu qəbul eləmədi. Oradan göndərdilər Fəzl ibn Rəbiyin zindanına. Bir müddət orada dedilər, Fəzl ibn Rəbi zamandır bir adamı zəhərlənməlisən. Fəzl ibn Rəbi dedi, mən bu işi görə bilməyəcəm. Onun zindanından göndərdilər Fəzl ibn Yəhya-i Bərməkinin zindanına.
Fəzl ibn Yəhyayı Bərməki bu adamı gördü, aşiq oldu bunun şəxsiyyətinə. Bunun ibadətlərinə deyirdi, vəllah həyatımda bu qədər Allah xofu və Allah məhəbbəti vücudunda birləşən bir insan görməmişəm. Fəzl ibn Yəhyayı Bərməki də bu işi görmədi, ondan əşqələşqiyə, o bədbəxt insan Sənd ibn Şahiqin zindanına göndərdilər. Sənd ibn Şahiq bir dənə siyahcal deyilən bir yer, yəni bir dənə quyu idi, illərlə ora gün düşməmişdi. Bir dənə quyunun dibinə Musa ibn Cəfəri saldılar. O quyunun həcmi bir cür idi, heç vaxt ağa ayaqlarını uzadıb orada yatanmadı. Çünki yerləşmirdi, bir adam boyu yox idi. Belə bir vəziyyətdə, amma ondakı ağanı saldılar ora, bir baxdı onun bir küncünə, bir baxdı o qaranlıq yerə, üfunətli yerə, xəlvət, heç kəs olmayan, başını qaldırdı, dedi, çoxdandır Rəbbimlə ibadət eləmək üçün, ünsiyyət tapmaq üçün belə bir xəlvət yerin arzusundaydı. Bu da Musa ibn Cəfər. Amma birdən sual, bu insan Əhl-i Beyt imamlarından olan insan, Peyğəmbərin sülaləsindən olan bir insan, günahı nə idi? Nə üçün dolandırırdılar? Bilirsiniz, Bəni Abbas Peyğəmbərin əmisi Abbasın tayfasıdır. Onlar özlərin Peyğəmbərlə qohum bilirdilər. Bir gün Harun Ər-Rəşid İmam Musa Kazıma dedi, siz nədən özünüzü Peyğəmbərin Əhl-i Beyti bilirsiniz? Sizin ana tərəfdən Peyğəmbərə bağlısınız. Ağa baxdı buna, dedi, sənin Allahın kitabından belə xəbərin yoxdur. Bax, Qur'an-ı Kərimdə Allah Həzrəti İsa'nı Bəni İsrailin ənbiyalarından hesablayıb. Amma bir surətdə ki, onun anası Məryəm Bəni İsraildən idi, atası ki, yox idi. Allah kitabında Məryəm ki Bəni İsraildən idi, İsa onun oğlu idi, ana yolu ilə onu Bəni İsraildən hesablayıb. Sən Allahın kitabından belə xəbərsizsən, bir. İkincisi, Allah Peyğəmbəri bizi öz varisi və Əhl-i Beyti kimi təqdim edib. Üç, əgər bugün Peyğəmbər dirilib gəlsə, səndən qızı istəsə, elçilik eləsə, qızı ona verərsən. Dedi, verərəm, fəxr deyərəm. İmam Kazım dedi, amma məni verə bilmərəm, heç məndən istəməzdi. Dedi, niyə? Dedi, səbəbi budur, mənim qızım onun nəslidir, onun balalarıdır. O nəsil ki, sən qəbul eləmirsən, Peyğəmbər ala bilər mənim qızımı? Dedi, yox. Dedi, bax, bu ki ala bilməz, səbəbi budur, onun nəslindən ala bilməz. Sən nə oldu? Özü Bəni Abbasdan olmaqlıqla bizdən Peyğəmbərə yaxın mı bildin? İmam Musa Kazım mövqeyində çox sərt bir adam idi. Bir gün Harun bunu dəvət eləmişdi sarayına. Ağa daxil olanda çox saymazcasına daxil oldu. Harun baxdı ağaya, dedi, Musa ibn Cəfər, bu saray kimindir? İndi nə sual hazırlamışdısa ağa ürəyində qoydu, bu tarixində listinə düşmədi, bilək nə deyəcəkdi dalında. Dedi, bu saray kimindir? Ağa dedi, bu saray onun içində yaşamağa layiq olmayan bir qrup tüfeyli əyyaşındır. Bu sözü eşitdi, ətrafda eşidir. Dedi, yaxşı, biz layiq görürük. Və buna layiq insanlar ki, burada yaşayasıdır, kimdir? Ağa dedi, bura layiq insanlar bizim şiyələrimizdir. Dedi, yaxşı, əgər şiyələrimiz buranın layiqləridirlər, sahibləridirlər, nədən gəlib bura yə durmurlar? Ağa dedi, onun da öz zamanı var. O gün ki, bizim şiyələrimiz sizin indi yaşadığınız tərzinlə yox, bu sarayı ədalətlə idarə etmək gücünə sahib olacaqlar, gəlib alacaqlar. İmam Musa Kazım bir insan idi. İstər İmam Musa Kazım, istər o bir imamlar, istəyir Peyğəmbərlər, heç vaxt qarşılarına bu məqsədi qoymadılar. Müxalif olarlar, müxalifət olarlar, yox. O zamanda baş verən hadisələr onları buna məcbur elədi. Baxın, Harun Ər-Rəşid, birbaşa qatil. İmam Musa Kazım bunun zamanında var idi. Harun Ər-Rəşidin barəsində
George Zeydan İslam mədəniyyətinin 5-ci cildinin 162-ci səhifəsində bu sözləri yazıb. Yazıb Harun Ər-Rəşidin sarayında 2000 gənc qız yerləşdirilmişdi. Onların 300 nəfəri mahir rəqqasə və xanəndə idilər. Və bunların işi sarayın əyan, əşrafın şənləndirmək idi. Yaxşı, belə bir vəziyyətdə bu zamandakı nəql edir oradakı bunlar yalnız şərab məclisləri qururdular. Kənizləri bir-birlərinə hədiyyə eləyirdilər və günbəgün bu əyyaşlıqlarının xərclərini ödəmək üçün müsəlmanların əmlakların əlindən alırdılar, vergilərin qaldırırdılar. Onları bitkə çörəyə möhtac edib bu keyf məclislərini özləri üçün qururdular. İndi İmam-ı Kazım olmasın siz olursunuz. Ağa nə yolu tutmalı idi? Bir dənə şərəfli insan, bir dənə doğru, düzgün insan hansı yolu tutmalı idi? Bir gün Harun Ər-Rəşid dedi, cavan dəvənin ətindən külləmə yemək istəyirəm. Dedilər bu dəqiqə. Əmr elədi Cəfər Bərməki, gətirdilər, qoydular önünə. Bu yeyə Cəfər Bərməki baxırdı bunun götürdüyü tikələrə. Tikələri ki götürdü, bu götürdükcə Cəfər Bərməki sayırdı, ürəyində hesabat aparırdı. Elə ki bu tikəni qutardı, qutaran kimi Cəfər Bərməki dedi, xəlifə sağ olsun. 700 hər bir tikə Beytülmal-i Müsliminə 400 min dirhəmə başa gəldi. Dedi, nə bu? İndiki dinləndisi, qızıl yemədim, brilyant yemədim, dəvət edir, nədən 400 minə hər bir tikəsi? Harun Ər-Rəşidin gündə süfrəsi o qədər zəngin olardı ənva-yəqsan. Dedi, qodiyim. Dedi, yadındadır filan zamanlar öncə, neçə müddət öncə, sən yemək yeyərkən ki, cürbəcür yeməkləri düzmüşdülər qabağa. Onda birdən sən dedin, cavan dəvətindən külləmə istəyirəm. O süfrənin üstündə hər nə var idi, bir dənə külləmə yox idi. Onda biz onu təşkil eləyənmədik, Əla Həzrət üçün. Amma bu ki, sən onu istəmişdin, təşkil olunmamışdı o yemək süfrəsində. Ondan sonra hər gün, hər yemək vədəsində bir dənə dəvə, cavan dəvətindən külləmə bişirilir sən üçün, saxlanılır ki, birdən sifariş versin, gətirilib qoyulsun qabağa. Ondan indiyəcən istəməmişdin. İndiyəcən o zamandan bu günə qədər kəsilən, bişirilən dəvə ətlərin bugünkü hamısının qiymətini hesablasaq, yediyin hər bitikə 400 min dirhəmə başa gəldi bizə. Baxın, bu belə əyyaş idi. Bunun süfrəsinin təmi tarağı bu idi, əyyaşlığı bu idi. İmam Musa Kazım hansı yolu tutmalı idi? Amma İmam Musa Kazım həbs olundu. Baxın, həbs cəza tədbiri insan həyatında labud bir qanundur. Əgər bir ölkədə qanun olmazsa, ölkəni idarə eləmək olmaz. Əgər o ölkədə qanun ola, o qanuna nəzarət olmaya, yenə də o ölkəni idarə eləmək olmaz. Əgər qanun da ola, nəzarət də ola, amma qanun pozuntuları ilə ciddi rəftar olunmaya, yəni cəza tədbiri olmaya, yenə o ölkəni idarə eləmək olmaz. Yəni qanun da labuddur, nəzarət də labuddur, cəza tədbiri də labuddur. Və bu bəşərin insan həyatının idarə etməsində zəruridir. Belə olduğu surətdə insan həyatı davam gətirə bilər, amma bir dənə burada bir amma var. Hər cəmiyyətin ki, cinayətkarı cəzalandırılır. Mənası budur, orada dəyərlər insana xidmət qüvvədədir. Yox, hər bir cəmiyyətin ki, cinayətkarı yox, sağlamları, paçları, o mühitin ən ali insanları, şərəfli insanları cəzalandırılır. Mənası budur, orada durum çox bərbaddır, məhvə tərəf bu cəmiyyət gedir. İmam Musa Kazım o zamanın bir insanı. Bir insan ki orada dəyərlərin, paçlığın, elmin, təqvanın, Allahın və xalqın istədiyi sevimli bir rəhbər. Amma barmaqlıqlar arxasında. Baxın,
Cəlaləddin Rumi bir təmsil yazır. Bir imkanlı adamın qızı buna dedi, ata sənin oyuncaqların məni qane eləmir. Ürəyim istəyir mənə bir dənə bülbül alasan. Atası deyir, oğlum da bir dənə bülbül. Dünyanın problemi olmadı ki. Adamı var idi bunun işlərini düzüb qoşardı. Ona dedi bir dənə bülbül gedək tapaq bu qıza gətirək, hədiyyə istəyib məndən bülbül. Bunlar biraz ora bura soraqlaşdılar, bülbülü tapanmadılar. Deyir o adam dedi ki, eşitmişəm bu günləri şahın evində bir tədbir var, təntənəli tədbir var. Gedək o tədbirin hər halda o musiqi hissəsini bülbüllər idarə eləyəcək. Gedək oradan bir dənə bülbül götürərik. Deyir bunlar gəldilər. Gəldilər, girdilər şahın bu təntənəli mərasiminə. Baxdılar, gördülər o səhnədə oxuyurlar. Amma bülbüllər yox, qarğalar oxuyur. Elə ki gördülər qarğalar oxuyur, döndü bu tacir baxdı bu adamına ki, day ümidimiz gələn yer bura idi, burada da bülbül yoxdur. Day deyəsən tapanmayacaq. O adam Cəlaləddin Rumi deyir, döndü dedi, yox. Biz bülbülü burada tapmasaq, bülbülün adresini tapdım. Dedilər, necə? Dedi, əgər bir yerin ki, ən ali mərtəbəsində qarğalar oturub, mənası budur, bülbülləri qəfəslədi, gedək zindana. Baxın, İmam Musa Kazımın dövründə bütün əyyaşlar, qarğalar, Allahın dininə, Peyğəmbərin qanunlarına sayğılar olmayan bir insanlar idilər. İmam Musa Kazım bir insan, həm paçlığın, həm insanların rifahının, həm insanların hak etdiyi həyat tərzinin, həm bu əyyaşların əllərində zəlil olmaq istəməyin görməyən bir insan, haqqın, ədalətin carçısı olan bu insan zindana məhkum oldu. İmam Musa Kazım imamların içində bədəncə, cüssəcə hamıdan böyük olan insan olub. Ağa, kök insan olub. Amma o gün ki zindandan cənazəni çölə çıxartdılar. Cənazəni kənardan görənlər dedi, bu Musa ibn Cəfərin cənazəsidir. Çünki o cənazə qoyulan o taxtanın üstündəki olar parçanın altında bir bədən müşahidə edirdilər. Onlar dedilər, bu Musa ibn Cəfər dör. Dedilər, nədən hələ bir gedək yaxınlaşaq? Dedi, səbəbi budur, o bədən bu cür görünməməlidir. Gəldilər, parçanı qaldırandan sonra gördülər, yox balam, nəinki o bədən, hətta bu gördüklərimizdə bədənin üstündəki zəncirin əzmidir. Zəncirdir bu cür. Ağanın bədənindən əsər əlamət belə qalmayıb. O adam baxdı, dedi, haza Musa ibn Cəfər. Bəli, ağanın özüdür. Amma mənim səhvim budur, mən deyirdim, o bədən bu cür görünməməlidir. Nəinki o bədən, hətta bu görünənlər belə bədənin özü yox, zəncir imiş. Bu acınacaqlı durum insanlara azadə düşünə biləcək, insanlara bunu başa salır. İmam-ı Kazım bir həyat tərzi keçirdi ki, o həyat tərzində ədalət mənsub olduğu etiqad, doğru bildiyi yol və insanlara gətirməkdə olduğu həyat tərzində ibadətli, təqvalı, ali bir həyatda carçısı olmaqlıqla zülmə məruz qaldı və bu yolda şəhid oldu. Allah and verirəm əzəmətinə, böyüklüyünə. Allah dünya və axirətimizi o şəhiddən ayrı salmasın. Allah and verirəm əzəmətinə, böyüklüyünə, elə İmam Musa Kazımın hörmətinə zindanda olan günahsız, məxsusən İslam məhbuslarını azad eləsin. İmam Musa Kazım getdi, şəhid oldu, amma uğurlu yolu qaldı və o yol və o ad, o nam bu gün də yaşamaqdadır. Allah and verirəm Qur'anın hörmətinə, Qur'anı yer üzündə hakim eləsin. Allah and verirəm Əhl-i Beytin hörmətinə, Peyğəmbərlər hörmətinə, bütün dünyanın müşkilatının həlli Hüccət ibn-i Həsənin yəd mübarəki ilə həll olacaq. O həzrətin zuhurunda təcil eləsin. Ölən müştəhidlərimizi qəriq rəhməti qərar versin. Din rəhbərliyin yerin göyün bəlasından hifz eləsin.